Quzeyli, bütöv Azərbaycanlılar, mən Pınar Şakir, Qadınca verilişində yenə siz əzizlərin qarşısındayam. Əzizlərim, bugün zirvəyə gedən bir qadının hekayəsini danışacağıq. Əslində, məncə qadın özü bir zirvədir. Onun gücü suni şəkildə sonradan qazanılmış bir qabiliyyət deyil. Bu güc onun ruhunda, qanında, təbiətində doğuşdan vardır. Qadın həyat verəndir çünki, yön verəndir, yeri və zamanı dəyişəndir. O yalnız ailənin deyil, toplumun da dayağı və dirəyidir. Qadın tarix yazan, savaş meydanında döyüşən, elm aləmində söz sahibi olan və sənətlə dünyanı dəyişdirən bir qüvvədir. Və biz keçən proqramlarda zaten Qarabağ Savaşında qazi olmuş qadınlardan və elm sahəsində söz sahibi olan və dünya çapında tanınan qadınlarla danışdıq. Onun üçün bugün dediklərim, burada indi sadaladıqlarım gerçəkdən qadını tərif təmcid üçün deyil, gerçəklərdir. Qadın sadəcə dediyim kimi qatılımcı deyil, olayların özüdür. İstədiyi zaman hər sahədə iz buraxandır. Ona izin verildiyi zaman yox, o özü istədiyi zaman hər sahədə iz buraxa bilər. Heç bir dağ onun üçün yüksək ola bilməz. Qadının gücü əslində mənim bugün çalışdığım kimi izah olunmaz, hiss olunar və biz dəfələrcə qadınca verilişimizdə sizə o hissi, o gücü hiss olaraq yaşatmışıq. Və sizə bugün bir gözəl xəbər verim. Biz bugün verilişimizdə o hissi, o təlatümü, o parlaq gücü bir daha sizinlə paylaşacağıq və bugün bir qadının hekayəsində o gücü görəcəyik. Onun üçün çox dəyərli bir qadın vardır verilişimizdə, çox güclü bir qadın vardır verilişimizdə. İlk öncə dəyərli qonağımızı sizə tanıtdırmaq istəyirəm. Dəyərli alpinist Vəfa xanım Musayeva. Xoş gördük sizi Vəfa xanım. Xoş gördük. Çox təşəkkür edirəm. Siz qadını o qədər gözəl, belə deyim də, tərif və təsvir elədiniz ki, yəni qadının gücünə, qadının varlığına mən bir daha qadın olaraq vuruldum. Təşəkkür edirəm, xoş gördük. Çox sağ olun. Dəyərli Vəfa xanım, təbii ki, Azərbaycanımızın quzeyində sizi gözəl tanıyırlar, bilirlər. Bugün bizi Azərbaycanımızın güneyindən də izləyirlər. Güney Azərbaycan televizyonu olduğu üçün, təbii ki. İstərdim ki, ilk öncə özünüz haqqınızda bilgi verəsiniz. Kimsiniz? Vəfa xanım kimdir? Nə işlər görüb? Buyurun. Mən bu dağlardan geri qayıdandan sonra gördüm yazılıb Vəfa Musayeva və altından iri hərflərlə yazılıbdır ki, alpinist. Bəli, bu belədir. Ancaq Vəfa Musayevanın həyatının 20 ildən çoxunu daha çox bir pedaqoq, təlimçi, təhsil sahəsində və həyat koçu kimi daha çox fəaliyyətim var. Ancaq alpinizm 2016-cı ildən mənim həyatımdadır. Amma görünür ki, bugün daha çox mən alpinist olaraq insanların belə qarşısında, belə deyim də, daha çox tanındım. Belə, qısası budur ki, təhsil işçisiyəm. 20 ildən çoxdur ki, öz həyatımı, təcrübəmi təhsilə adamış biriyəm və eyni zamanda təlimçiyəm. Azərbaycan müəllimi ilə, Azərbaycan təhsil verənləri ilə çalışan biriyəm. Eyni zamanda həyat koçluğu ilə də yaxından məşğul oluram. Belə, qısası mənim haqqımda bu qədər. Nə gözəl. Vəfa xanım, sözə təməldən başlamaq istəyirəm, söhbətə, əlbəttə. Belə ki, sizi dağlara bağlayan nə oldu? Sizi dağlara vurğun edən nə oldu? Necə oldu dağlara tırmanmaya başladınız?
Mən bunu demişəm bir neçə yerdə, amma üstündən xətt çəkərək demək istəyirəm. Bəlkə bu bizi izləyən, bizi dinləyən insanlarda biraz başqa bir fikirlər, bir aydınlıq gətirdi. Mən ümumiyyətlə bütün peşələrə qarşı həmişə uşaqlıqdan sayğılı olmuşam və fikirləşmişəm ki, bu dünyada hər bir peşənin özünə məxsus xüsusiyyəti var və mütləq şəkildə faydası var. Ancaq uşaq ikən bu cümləni xatırlayıram ki, 100% demişəm ki, bir tək bu dünyada alpinistləri anlamıram ki, onlar nə üçün dağ başına çıxırlar, zirvəni edirlər və geri qayıdırlar. Hətta bilirlər ki, ora çox təhlükəli yerdir. Hətta bilirlər ki, orada ölüm təhlükəsi hər an var və ümumiyyətlə mən bunun məğzini anlamıram. Yəni demiş biriyəm. 2016-cı ildə eşitdim ki, elə təhsil ocağındaydıq, məktəbdəydik. Eşitdim ki, bir sıra müəllimlər Heydər Əliyev zirvəsinə, onun doğum günü ilə əlaqəli dağ yürüyüşü edirlər və bu dövlət tərəfindən təşkil olunur. Mən bunu eşitdim, mən dedim ki, ay nə gözəl, mən təbiəti sevən biriyəm, amma heç vaxt dağda olmamışam, bəlkə mən də bu yürüyüşə qatılım. Ancaq elə oldu ki, həmin il mən qatıla bilmədim. O qədər məyus oldum, o qədər pis oldum. Dostlarımdan biri mənə söz verdi ki, gələn il ən tez qeydiyyatdan səni keçirəcəm və sən mütləq dağ yürüyüşünə gedəcəksən. Doğrudan da növbəti il elə oldu ki, mənim ilk zirvəm 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsinə oldu və mən ora gedəndə çox həyəcanlıydım. Fikirləşirdim ki, görəsən bu hündürlük nə qədər hündürdür, mən nə qədər bunun öhdəsindən gələrəm deyə düşüncələrlə mən həmin zirvəyə getdim. Zirvəyə getdim, zirvədən endim və dedim ki, heç bir o qədər də çətin deyilmiş. Ancaq zirvədən enəndə hava şəraiti kəskin dərəcədə dəyişdi, qar yağdı, yağış yağdı və mən belə deyim də dağdan tam enənə qədər, maşına gedənə qədər çox əzab-əziyyət çəkdim. Çox belə suyun, palçığın içindəydim. Yəni elə bir gündəydim ki, gəlin başına çatanda dedim ki, mən yəqin daha buralara bir də qayıtmaram da. Yəni insan bu qədər zülmü çəkər bir dənə zirvə etmək üçün. Mən evə gəldim. Evə qayıtdım. Üstündən bir gün keçdi, 2 gün keçdi, artıq çirkli paltarlar yuyulub, hər şey sərgiyə salınıb, mən normal həyata geri dönmüşəm. Üstündən 1-2 gün keçəndən sonra gördüm ki, mənim qəlbimdə qəribə bir duyğular var. Çox qəribə bir duyğular var. Mən başladım dağı düşünməyə. Yəni dağı düşünürsən də, getdiyin yerlər haqqında düşünürsən ki, nə baş verdi, necə oldu və s. Mənə dostlarım da sual verəndə danışa-danışa mən təkrar-təkrar həmin o yollara qayıtdım, zirvəyə qayıtdım, o yolculuğa qayıtdım. Üstündən 3-4 gün keçəndən sonra gördüm ki, yox yəni bu təcrübə mənim həyatımda yaşadığım bütün təcrübələrdən fərqlənir. Bu duyğu bütün duyğulardan fərqlənir. Bu şəhərə dostlarla görüş etmək və yaxud da şəhərdən kənar hər hansı bir yerdə piknik etmək və yaxud da xarici ölkəyə gedib istirahət etmək. Gördüm ki, bu duyğu heç nəyə bənzəmir. Bu tamamilə fərqli bir şeydir. Və bu duyğu gördüm ki, yox, mənim qəlbimdə nəsə balaca bir iynə qədər nəsə belə bir işıq saçdı. Və mən o zaman dağlara getmək də bir o qədər, belə deyim, çox məşhur deyildi. Mən dağları bir o qədər tanımırdım. Dağçıları ümumiyyətlə tanımırdım. Amma günlərin bir günü bir yarışmada biri ilə tanış oldum. Dedi ki, mən dağçıyam, mən dağlara gedirəm. Və dedim ki, sən məni dağlara götür. Ondan sonra mən başladım Azərbaycanın dağlarına bir-bir getməyə. Və getdikcə gördüm ki, yox, bu tamamilə başqa bir yolculuqdur. Dağ tamamilə başqa bir təəssüratdır. Dağ tamamilə başqa bir enerjidir, başqa bir aləmdir. Mənim onu bölüşməyə elə də insanlar yox idi, elə də dostlarım yox idi. Və yaxud da mən danışanda görürdüm ki, onlar mənə çox belə qəribə baxırlar ki, yəni sən nədən danışırsan? Yəni elə bir ətrafım yox idi. Ancaq mən Azərbaycan dağlarına getməyə başladım. Düşündüm ki, yəqin Azərbaycan dağlarına gedəcəm. Bütün zirvələri, dağları edəndən sonra yəqin ki, bu bitəcək. Sonra gördüm ki, yox. Eyni dağa müxtəlif marşrutlarla getmək var. Eyni dağa təkrar-təkrar getmək var və dağla tanış olmaq var və dağlarla münasibət var, dağlarla dostluq var, dağlarla bir qəlb bağlılığı var. Və ondan sonra mən başa düşdüm ki, artıq mən dağlardan qopa bilmirəm. Yəni o və mən artıq bütünləşmişdik. Ona görə Azərbaycan dağlarını təkrar-təkrar gedəndən sonra
bildiyiniz kimi Azərbaycanda da ən hündür zirvə 4466 metrdir, Bazardüzü zirvəsidir. Və mən düşündüm ki, görəsən bu hündürlükdən sonraki hündürlükdə olan dağ insana nə deyir? Yəni mənim onunla münasibətim necə olacaq? Və belə oldu ki, mən İranda yerləşən Savalan dağına getdim. Savalan dağına getdim və Savalan dağından qayıdandan sonra mənim qəlbim tamamilə başqa ritmdə vurmağa başladı. Və mən düşündüm, görəsən 5000 metrdə mən özümü necə hiss eləyəcəm? Beləliklə mən Avropanın ən hündür zirvəsi olan Elbrus'a getdim, 5641-42 metrə. Orada tamamilə fərqli duyğular yaşadım. Gördüm ki, bu dağ o dağdan deyil, bu iqlim o iqlimdən deyil. Dağda hər hündürlük artdıqca sən qəlbinin daha dərininə enirsən. Dağın hündürlüyü artır, sən qəlbinin daha dərininə enirsən. Bax, belə bir təzad içində mən başa düşdüm ki, mən 6000-i görmək istəyirəm, mən 7000-i görmək istəyirəm və 7000-i yaxınlarda Cənubi Amerikada dünyanın ən hündür vulkanik zirvəsi olan Ojos del Salado'ya getdim və ora gedəndə başa düşdüm ki, artıq illərdir mənim düşündüyüm Everest məni çağırmaqdadır, məni səsləməkdədir. Artıq mən 7000-lik zirvəni də gördüm və orada mən qərara gəldim ki, çox tez bir zamanda artıq mən öz yolculuğumu dünyanın ən hündür zirvəsi 8848 metrdə olan Everestdə salacağam. Bax, bu mənim qəlbimə dolandan sonra son 2 ildə mütəmadi durmadan ora üçün məşqlər elədim. Bütün niyyətimin içində Everesti qoydum. Yeməyimin içində, yuxumun içində, məşqlərimin içində, hər şeyimin ürəyinə mən Everesti yerləşdirdim və belə oldu ki, belə alındı ki, Everest məni 2025-də çağırdı və mən onun görüşünə getdim. Və beləliklə də Azərbaycan qadını olaraq, ilk Azərbaycan vətəndaşı olaraq eyni sezonda, eyni ildə dünyanın 2 hündür zirvəsi, biri dünyanın ən hündür zirvəsi Everesti və 4-cü ən hündür zirvəsi olan Lhotsunu eyni anda vurmuş bir Azərbaycan qadını, Azərbaycan bayrağını eyni zirvədə 8000-likdə dalğalandırdı. Bax, belə yolculuğumu sizə qısa və net anlatmağa çalışdım. Nə gözəl. Elə mənim ağlımdan da bu soru keçirdi ki, sizdən soruşum, Azərbaycanımızın güneyində heç dağa tırmanıbsınızmı, Savalana çıxıbsınızmı? Çox gözəl, çox sevindim ki, oranı da gəzibsiniz, tırmanıbsınız. Dəyərli Vəfa xanım, az öncə sizin bir görüntünüzü gördüm ekranda ki, saçınız, başınız dağılıb dağın başında, üzünüzü soğuq aparıb, eyni zamanda gözlərinizdə o yorğunluğu, o yuxusuzluğu hiss etdim. Amma eyni zamanda da o gücü, o umudu, o qüdrəti hiss etdim. Lütfən bu konuda danışasınız bizə. Dağcılıq sizi bir birey olaraq necə dəyişdirdi, necə gəlişdirdi? Hərdən mən güzgüyə çox baxan biri deyiləm. Amma hərdən güzgüyə baxanda hələ zahirən deyirəm. Baxıram, deyirəm ki, doğrudan da insan dağa getdikcə elə getdiyi yerə bənzəyir. Və görürəm ki, ruhum da getdikcə elə getdiyim yerə bənzəyir. Dağlar mənim aləmimdə və ümumiyyətlə oxuduqlarımız və gördüklərimizdən hər zaman bilirik ki, dağlar çox müqəddəs yerdir. Müqəddəs insanlar da ora vəhiy üçün, ondan sonra özünə çəkilmək üçün, inzivaya çəkilmək üçün, özünü daha yaxşı dərk eləmək üçün getdiyimiz yerlərdir, getdiyimiz yerlər olubdur. Və sözsüz ki, mənə də sual verəndə ki, nə üçün dağ? Sözün açığı, mən bu sualın cavabını son zamanlarda belə tapmaqdayam ki, yəqin ki, bu həyatda hər kəsin ustadı, hər kəsin yol göstərəni, hər kəsin bir müəllimi vardı. Görünür ki, bu yolculuqda da mənim müəllimim, mənim ustadım dağlardır. Və mən get-gedə hiss edirəm ki, dağların mənə öyrətdiyindən yola çıxaraq demək istəyirəm ki, məsələn, dağlar mənə nə öyrədibdi? Əzimli olmağı, qadın kimi əzimli durmağı, bir qadın kimi yeri gələndə susmağı, sakit durmağı bacan. Bu susmaq, yəni
istədiyini deməmək anlamında deyil, amma yeri gələndə bir sakit durmağı bacarmağı, sakit durunca da daha yaxşı eşitməyə bacarmağı, daha yaxşı eşidincə də bir qadın kimi daha gözəl duymağı, daha gözəl duyduqca da daha gözəl yaşamağı, daha gözəl yaşadıqca da insanlara, ailənə, ətrafına daha gözəl bir müəllim kimi, bir ana kimi örnək ola bilməyi öyrətdi. Ona görə mənim dağlardan öyrəndiyim, çox zaman sual verirlər ki, yəni sən o dağlara niyə gedirsən? O dağlarda nə var? Yəni mənim dağlarda öyrəndiyimi mən heç bir universitetdə, heç bir məktəbdə, heç bir kitabda öyrənə bilməmişəm. Heç kəsdən öyrənə bilmədiyimi məhz dağlar mənə öyrədibdi və dediyim, sadaladığım nüansların transformasiyasını, çevrilişini məhz mən dağlardan sonra özümdə müşahidə eləmişəm. Ona görə dağ mənim ustadımdır. Dağ mənim, belə deyim, loğmanımdır, böyüyümdür. Və mənim də dəyişməmdə, bugün bax, məhz bu cür formalaşmamda, bu fikirlərim, bu düşüncələrim, bu duyğuları yaşamaqda və dilimə gətirməkdə mənə yardımcı olan sakit əzəməti ilə yer üzünü özündə möhkəm saxlayan dağlardır, zirvələrdir. Dəyərli Vəfa xanım, az öncə vurğuladığınız bir söz var idi ki, insan dağa getdikcə dağa bənzəyir. O çox gözəl idi. Gerçəkdən çox sevdim mən bu cümlənizi. Zirvəyə doğru dırmandığınızda təkcə fiziki deyil, mənəvi bir yolculuqda edirsiniz. Siz bu yolun fəlsəfəsini necə anlayırsınız? Özünüzü, öz gücünüzə baxışınız necə oldu? Yəni necə idi? Bu günə qədər getdiyim dağlarda Vəfanın fərqli-fərqli rənglərini və fərqli-fərqli çalarlarını görmüşəm, üzləşmişəm Vəfa ilə. Və geri dönəndən sonra öz yazılarımda, məqalələrimdə, postlarımda bunu paylaşanda bir daha üz-üzə gəlmişəm ki, hə, bax, mən bu zirvədə bunu hiss elədim, bu zirvə mənə bunu dedi, mən bu zirvədən bu duyğu ilə qayıtdım və s. Ancaq bu zirvələrdə 8 minlik məhz oksigensiz, ölüm zonasında olmaq, hər addımında təhlükə ilə rastlaşmaq, hər addımında kiminsə ölüm xəbərini almaq, kiminsə yıxılma, əzilmə və yaxud da ki, belə deyim də, fiziki dəyişiklik xəbərini almaq və s. Bu mental olaraq da, nəinki fiziki olaraq, yəni mental olaraq da, bir psixi olaraq da görürdüm ki, nə qədər mənim sərhədlərimi, yəni yer kürəsində olduğum, yəni adi şəraitdə, ev şəraitində olduğum o sərhədlər ki var, hansı ki çox rahatdır, mən gördüm ki, orada sərhədlər zorlanmaqdadır. Mən artıq elə bir sərhədə gəlib çatmışdım ki, ölüm var, zorluq var, oksigensizlik var. Yatırsan və sən bilirsən ki, ölüm zonasındasan. Yəni, ölüm zonasında yuxuya getmək nə deməkdir? Ölüm zonasında gecələmək nə deməkdir? Sabahı gözləmək, zirvəni etmək, daha bir gecə qalmaq və növbəti 8 minliyi gözləmək və s. Bunun üçün, yəni həqiqətən bugünə qədər olan sərhədi aşmaq məcburiyyətində qaldım. Və o sərhədi aşanda gördüm ki, nə qədər zor və nə qədər çətin bir yerdəyəm. Və orada anladım ki, deyirsiniz ki, bax, necə bir transformasiya oldu, necə bir dəyişiklik oldu. Orada mən bilirsiniz kimlə rastlaşdım? Mən orada elə bir Vəfa ilə rastlaşdım ki, mənim orada sual verəcəyim və yaxud da ki, kimdənsə öyüd nəsihət alacağım və yaxud da ki, kimdənsə münasibət quracağım bir kəs yox idi. Yəni, özümlə tək qalmışdım. Everest zirvəsindən enəndən sonra növbəti zirvəni planlaşdıranda ölüm zonasında heç kəs yox idi. Çünki hər kəs Everesti eləmişdi və aşağı kamplara dərhal enirlər ki, daha oksigenli və daha rahat və qida, digər şeylərin əlçatanlığı. Mən bir gecə orada qalmalı oldum və orada heç yaşamadığım duyğuları yaşadım. Demək, mən növbəti zirvənin qərarını vermək istəyirəm, amma buna tərəddüd edirəm ki, nə qədər gücüm çatar, nə qədər mənim, belə deyim, psixoloji hazırlığım nə qədər buna əl verər. Mən bunu orada sual altında qoymuşdum. Çünki mən istəyirdim ki, artıq əsas missiyamı yerinə yetirmişdim Everesti. Mən sağ-salamat vətənimə və evimə qayıtmaq istəyirdim. Amma eyni zamanda, yenə deyirəm, Azərbaycan tarixinə və Azərbaycan qadının adına eyni anda ikinci zirvəni edib və bu gücü və bu qüvvəti göstərmək istəyirəm. Belə bir hədəfim də var. Və orada
gördüm ki qərar vermək mənim üçün biraz çətinlikdir. Və mən hələ o şəklim də var, sizinlə də paylaşmışam. Saçım dağınıq, dodağım çat, üzüm yanıq, Everesti etmişəm və s. Mən orada durdum və dedim ki, Vəfa, indi qərar vermə anıdır və sən artıq burada qərar verməlisən. Onda telefonu güzgü olmadığı üçün telefonu açdım. Dedim ki, bir özümə baxım görüm, hələ mən necəyəm? Yəni, çünki orada Everestə enəndən sonra baxırdım ki, birinin əli üzü şişir, biri panikaya düşür və s. Dedim, bir özümə nəzarət edeyim, baxım görüm mən necəyəm? Baxdım belə, gördüm ki, yox, yaxşıyam, hər şey qaydasındadır. Düzdür, üzümdə yanıq, çat və s. və axır. Bunlar çox təbii bir şeydir. Amma özümü belə qiymətləndirdim, gördüm, yox, yəni hər şey qaydasındadır. Onda İçindən bir Vəfa çıxdı, sözün əsl mənasında və çadırda məndən əyləşdi. Mən Vəfaya sual verdim. Dedim ki, bax Vəfa, sən indi dünyanın ən hündür zirvəsini elədin. Bu sənin əsas missiyan idi. Buna görə mən səni alqışlayıram. Bax, belə də özümlə danışıram. İndi sən növbəti qərarı verməkdəsən. Bax, həmən bu şəkli deyirəm. Sən indi növbəti qərarı verməkdəsən. Sən mənə dəqiq denən, bundan sonra ikinci 8 minlik zirvəni edə bilərsənmi? Və mən yenə Vəfa roluna keçirəm, yəni fiziki olaraq. Və cavab verirəm ki, bəli, mənim kifayət qədər gücüm var. Mən Everesti eləmişəm, özümü çox yaxşı hiss edirəm və kifayət qədər gücüm var. Mən Lhotsu edirəm. Və yenidən dialoqu qurmaq üçün digər tərəfə keçirəm. Deyirəm ki, onda sən hazırsanmı? Daha bir gecəni, hətta baxmayaraq ki, çox risklidir, hətta ola bilər ki, çox idmançılar var ki, o zirvədə yatıblar, növbəti gün yuxudan durmayıblar, həyatla vidalaşıblar. Yəni, belə bir riski gözə alırsanmı? Və onda mən yenə də daxilimə endim, yenə də öz gücümü yoxladım, yenə də bir düşündüm və cavab verdim ki, mən hazıram. Mən ikinci zirvəni etməyə hazıram. Və beləliklə də mən ikinci zirvəyə bir gecə qaldıqdan sonra yol aldım. Və Everest boyu, bax, mənim addımlarım, bax, bu addımları ki, görürsünüz, mənim hər addımımda mən o ikinci Vəfa ilə söhbət eləyirdim. Və bu, sadəcə olaraq bir xəyali söhbət deyildi. Yəni, bu, belə deyim də, qeyri-dəqiq söhbət deyildi. Orada o qədər dəqiq bir dialoq var idi. Hətta mənə hərdən elə gəlirdi ki, mən öz ruhumla bərabər gedirəm və onunla danışıram. Və bu dialoq o qədər canlı idi. Bu dialoq məni hər addım boyu bir, necə deyim, bir dost kimi, bir yoldaş kimi yanımda oldu və məni zirvənin, hər iki zirvə və bütün yol boyu mənə yardım elədi. Baxın, mən belə bir şeylə evdə, belə deyim, şəhərdə, işdə bu şeylə rastlaşmamışam. Mən heç 5000-lik, 6000-lik zirvədə də bundan rastlaşmamışam. Amma mən 7000-də gördüm ki, insan özünün necə dostu ola bilər? İnsan özünün necə yol göstərəni, necə əl tutanı ola bilər? Aşağı enəndə 2 zirvə etmişəm və bütün gücümü, qüvvəmi 2 zirvənin ikisində qoymuşam. Acam, susuzam, oksigensizəm və s. Aşağı enəndə özüm öz gücümə şübhə eləyirdim ki, yəni fiziki olaraq sıfırdayım, aşağı enə bilərəmmi? Baxın, bunu səsli olaraq əlimdən tutub demişəm ki, Vəfa, sən 2 zirvəni etmiş qadınsan. Hal-hazırda ağlın, şuurun yerindədir. Özünlə söhbət eləyə bilirsən. Əlin gedir, ayağın gedir, ürək döyüntün yerindədir. Sən gəldiyin yolu geri qayıda biləcəksin. Baxın, bu əlimdən tutub özümü baza kampa gətirmişəm. Mən bunu indiyə qədər heç bir yerdə və heç bir vəziyyətdə təcrübə eləməmiş adam 8000-də gedən yolculuqda özümlə dialoqlarımı indi xatırlayanda deyirəm ki, görəsən kənardan mən dəli kimi görsənirdim də, yəqin ki, bu qız öz-özündən danışır. Mənimlə yolda gedən şerpa, yəni bələdçiyə mən öncədən demişdim ki, yəni mən özümlə söhbət edirəm, bu səni narahat eləməsin. Çünki hər dəfə dönürdü ki, mənə nəsə deyirsənmi, məndən nəsə soruşursanmı? Yəni, bax, səsli olaraq özü ilə danışmaq, özünə yoldaşlıq eləmək, özünə bələdçilik eləmək, özünə analıq eləmək, özünə balalıq eləmək, özünə böyüklük eləmək, nə bilim, yəni bunların hamısını yaşamaq üçün mən bu zirvədə yəni başa düşdüm ki, yəni bu da var imiş, bu da mümkün imiş. Ona görə bu nə qədər dərin bir yolculuqdur, nə qədər böyük bir transformasiyadır. Ona görə bəzən deyirlər ki, yəni
və hətta şərhlərdə görürsən ki, yəni nə oldu ki, o boyda dağa getdin, gəldin. Bir insanda baş verən transformasiya və bir insanda baş verən dəyişiklik mütləq şəkildə bir ailənin dəyişməsi deməkdir. Bir ailədə baş verən dəyişiklik mütləq surətdə bir belə deyim, kiçik bir cəmiyyətin və ondan daha böyük bir çevrənin və bütün insanların işıqlanmasına gətirib çıxarır. Ona görə hər şey bir damladan, bir damcıdan, bir addımdan, bir sözdən, bir ruhdan başlayır. Və bütün bunları təcrübə eləmək üçün oksigenli, ev şəraitində, lüks şəraitdə yaşayış deyil də insanı sözün əsl mənasında belə deyim, çətinə, bəlkə boşa salan yerdədir. Və mən bugün sevinirəm ki, mənim arzum, mənim dağ arzum, mənim dağ istəyim və mənim dağ yolculuğum kiçik qalmadı, böyüdü. Və o qədər böyük oldu ki, və Everestin yanında ikinci bir 8000 zirvənin olması da o qədər böyük oldu ki, məni sözün əsl mənasında itələdi, parçaladı, böldü və dedi, buyur, bu da digər vəfa. İndi sən bununla nə etmək istəyirsənsə et. Ona görə bu çox dərin bir yolculuqdur. Bu mənə təkcə fiziki 2 dənə 8000'lik zirvəni vurmaq deyil. Bu mənim üçün çox dərin bir yolculuqdur və mən hələ də sizin suallarınızla və hələ də görüşlərdə, hələ ki bu hissədəyəm, görüşlərdə və bu sualların köməyi ilə mən özüm də açıram ki, mən nələr yaşamışam və mən nələri təcrübə eləmişəm. Bax belə. Doğrudur. Vəfa xanım, doğrudur əslində. İnsanın özündən aldığı güc ən böyük gücdür məncə. Siz Everest zirvəsinə ulaşdığınız zaman, yəni 8848 metrə yüksəklikdə o an nə hiss etdiniz? O özünüzü və Azərbaycanı və ən önəmlisi Azərbaycan qadınını o zirvədə necə təmsil etdiniz siz? Azərbaycan qadını deyərkən, yolda gedərkən özümə deyirdim ki, Vəfa, sən qadınsan və sən anasan və bu güc elə bir gücdür ki, yəni bu suda, havadır, günəşdir, işte qidalardır. Oradan aldığımız gücdən və enerjiden daha böyük bir gücdür. Bir qadının gücü, bir ananın gücü. Və mən o gücün həqiqətən fərqindəydim və bunu hər dəfədə özümə xatırladırdım ki, bir yolculuqda insanın özünə öz gücünü xatırlatması, nələri bacardığını xatırlatması, bu özü də bir gücüydü mənə görə. Everestin zirvəsinə çatanda mən o zirvənin, o yolculuğu fiziki olaraq getmədən öncə illərlə hər gün mən Everest çıxıb düşürdüm ruhumda, beynimdə. Çıxırdım, düşürdüm, yolları belə çıxacağam, buradan belə düşəcəm, mən bu yolu belə. O qədər gedib gəlmişdim ki, Everestdə mən gedəndə baza kampdan tam zirvəyə qədər mənə elə gəlmirdi burada bir ilk dəfə. Mənə elə gəlirdi ki, mən burada dəfələrlə olmuşam, 100 dəfə gəlmişəm, 1000 dəfə gəlmişəm. Yəni yollar mənə o qədər aydın idi. Zirvəyə çata-çatda amma o qədər həyəcan verici və o qədər gözəl duyğuydu ki, mən zirvəyə çatmışam, bayraqları da görürəm, zirvəni də görürəm, amma həyəcandan yanımdakı dağçıdan soruşdum ki, bu Everestdir də, düzdür, yəni bu o zirvədir. O da gördü ki, mən həyəcanlıyam, o da oksigen maskasını çıxartdı, dedi ki, bəli, bu Everestdir və mən bunu ağlaya-ağlaya deyirdim, o mənim göz yaşlarımı sildi. Mən zirvəyə çatanda ilk onu xatırlayıram ki, özümdən asılı olmadan dizlərimi Everestə qoydum. Əllərimi açdım dünyanın ən hündür zirvəsində. Tam səma, tam buludların üzərindəyəm və bu əzəməti, bu möhtəşəmliyi və bu gözəlliyi yaradana təşəkkür elədim. Özümdən asılı olmadan dağa əyildim, dağın özünə təşəkkür elədim, alnımı qoydum dağa. Çox gözəl bir an idi. Və dağa təşəkkür elədim, Everestə təşəkkür elədim ki, çox sağ ol, sən icazə verdin, sənə gəlməyə icazə verdin. Və bu o qədər gözəl duyğular idi ki, elə orada da gözümün yaşını saxlaya bilmədim. Dağla belə mənəvi olaraq qucaqlaşdıq, əlimi qoydum, ayağımı qoydum, təşəkkür elədim və vaxtımız azdır, hündürlükdür, növbəti dağçılar gəlir, küləyin sürəti də çoxdur və tez bayrağı çıxartdım ki,
anı gerçəkləşdirim. Və bunu da deyəndə yenə də kövrəlirəm, yenə də o anları yaşayıram. Amma bunu yaşamışam və bundan artıq bir şey olmadığı üçün yenə eyni şeyi anladacağam. Çantamdan bayrağı çıxartdım. Bayrağı da çıxardanda iri belə əlcəklərim var. Bayrağı möhkəm-möhkəm tutmuşam ki, birdən külək aparar və tuturam və düzəltməyə çalışıram ki, bayrağımızı düz tutum. Bayrağı belə tutanda açıq mavi səmada, buludların üzərində, dünyanın ən hündür yerində baxdım və dedim ki, bu nə qədər gözəl bayraqdır. Və dediyim kimi, orada bayrağıma bir daha aşiq oldum, bir daha vuruldum. Onun mavisinə, qırmızısına, yaşılına bayrağımı düzəltdim. Şəkil çəkdirəndən sonra çox balaca bir video elədik. O videoda da durmadan demişəm ki, mən fəxr edirəm ki, mən Azərbaycanlıyam və mən fəxr edirəm ki, bir Azərbaycan qadını olaraq bu zirvədə bu bayrağı dalğalandırıram və göz yaşlarım durmadan gedir. Hər göz yaşı getdikcə də kipriklərim bir-birinə donur, yapışır, mən onu aralayıram və bir də bu baş verir. O anı gerçəkləşdirəndən sonra heç o möhtəşəmliyə, o gözəlliyə baxdım. Amma ikinci dəfə baxa bilmədim. O qədər gözəl möhtəşəmlik vardı. Mənzərənin gözəlliyindən getmir, yəni dağlar idi, buludlar idi. Əzəmət o qədər böyük idi ki, insan olaraq Yaradanın verdiyi güclə, qüvvətlə, əzəmətlə orada dura bilməyin məmnuniyyətini yaşamaq həqiqətən deyərdim ki, həm şanslıydım, həm bunun üçün çox istəyirdim. Yəni bu mənim arzum idi və o anın orada yaşaya bilmək çox gözəl duyğuydu. Sonra bayraqdan möhkəm-möhkəm yapışdım, çantama qoydum və sürətlə biz aşağı enməyə başladıq. Yəni zirvə duyğusu bax bu duyğuydu. Mən zirvəni belə yaşadım. Dəyərli Vəfa xanım, gerçəkdən siz bu bayraq xatirələrinizi anlattınız. Mən özümü orada hiss elədim. Özüm o bayrağı çıxartmışam kimi, özüm o bayrağı ən zirvədə dalğalandırmışam kimi hiss elədim. Çox gözəldir bu duyğu. Əlbəttə. Əlinizə, əməyinizə, ayaqlarınıza sağlıq deyirəm burada. Təşəkkür edirəm, var olasınız. Vəfa xanım, hər qadının öz Everesti var deyərlər. Sizin üçün bu dırmanış hansı içsəl dağların fəthi kimi oldu? Sualınızı bir daha alım, mən sonunu eşitmədim. Təbii ki. Hər qadının öz Everesti var deyərlər. Sizin üçün bu tırmanış hansı içsəl dağların fəthi kimi oldu? Bilirsiniz, mən ümumiyyətlə qadın gücü haqqında danışanda və yaxud da eşidəndə və yaxud da bunun təsdiqini etməyə çalışanlar, bunu təsvirini etməyə çalışanlar və s. mən həmişə diqqətlə qulaq asıram və diqqətlə baxıram, deyirəm, qadın yaradılış olaraq elə bir güc, elə bir qüvvət, elə bir zəriflik, elə bir incəlik, o qədər mükəmməl yaradılıbdır ki, heç bunu nədəsə etməkdə, təsdiq eləməkdə, yəni sən heç nə etməsən belə, bir qadın olaraq öz həyatını, öz obrazını, öz məsuliyyətini, öz yerini cəmiyyətdə tutub, layiqincə tutub yaşasan, bu belə sənin, belə deyim də, gücünü, qüvvətini göstərər. Yəni, qadının nəyəsə təsdiqinə ehtiyacı olmayan bir varlıq kimi görürəm. Mənim içsəl dünyamda Everest və yaxud da digər dağları fəth edərkən sadəcə olaraq, yenə deyirəm, burada bir insanın var oluşu, ümumiyyətlə mən insanlıqdan, yəni mən burada ayıra bilmirəm fərd olaraq ki, mən qadın olaraq, kişi olaraq, bir insan olaraq, bir insan ruhunun, bir insan gücünün, yaradılışın mükəmməlliyinin, belə deyim də, mən gücünü görürəm burada. Ona görə burada bəlkə də, yəni sizin dediyiniz sualı bəlkə də başqa aspektdən düşünüb daha başqa cür cavab vermək ola bilər, amma yaşadığım əsasən, yəni duyğu bundan ibarətdir ki, yəni bir yaradılış bu qədərmi mükəmməl, bu qədərmi tam bütöv olar ki, məsələn, hətta Everestdə dediyim kimi zirvədə
3-4 gün ki qaldıq iki zirvənin ikisini də etməyə. Məsələn, bizdə orada qida o qədər də yox idi, su qar suyu idi və s. Amma yaradılış nə qədər mükəmməldir ki, hətta bunlarsız belə insan özündə güc və qüvvət tapıb bu yolculuğu sona çatdıra bilir, yolculuğu edə bilir. Ona görə yəni mən bilmirəm, indi sizə belə xüsusi nümunə verə bilməyəcəm, amma bütün yolculuğumda, bütün dağ yolculuğumda sadəcə olaraq bu yaradılışın gözəlliyinin və mükəmməlliyinin belə deyim də hər zaman dadını və zövqünü çıxardıram ki, ya Rəbbim, yəni bu gözlə görürsən, bu ayaqla durmadan gedirsən, bu ürəklə, bu ruhla irəliləyirsən və danışmadan, o da səninlə danışmadan öyrənirsən, gətirirsən, paylaşırsan və bu mükəmməl duyğuları, yəni sən dağda yaşayırsan. Yəni bu yolculuq mənim üçün bax bu təsvirdə bu anlamdadır. Çox gözəl. Dəyərli Vəfa xanım, az öncə yəni ilk başda buna vurğuladınız ki, uşaq vaxtı hər peşəyə gedənləri anlayardım, ancaq alpinistlik edənləri anlamazdım. İndi yəni belə bir şansınız olsaydı ki, uşaqlığınızdakı Vəfa ilə tanış olsaydınız və onunla görüşmə şansınız olsaydı, ona nə deyərdiniz? Bu təcrübələriniz qonusunda, bu yaşadıqlarınız qonusunda ona nə deyərdiniz? Mən ona deyərdim ki, elə nəyi ki anlamırsan, nəyi ki həyatda sevmirsən, nəyi ki həyatda şübhə ilə yanaşırsan, nəyi ki həyatda sual altına qoyursan, bəzən o sənin missiyana çevrilə bilir. Bəzən o sənin həyatının sualını, cavabını tapmaq üçün peşənə çevrilə bilir, məşğuliyyətinə çevrilə bilir. Ona görə elə indi də, yəni o elə əslində mənim üçün çox böyük bir həyat dərsi olubdu. Mən elə indi də deyəndə ki, məsələn, mən filan şeyi sevmirəm və ya da filan şeyi xoşlanmıram və ya da mən onu etmərəm və ya da ki, mən ondan ötürü bunu edərəm deyəndə, hansı ki seçirəm, hansı ki onun üzərindən xətt çəkirəm, onu xüsusiləşdirirəm, yaxşı və yaxud da ki, pis mənada. Mən ona diqqət edirəm ki, bu nəyin mesajını verir mənə? Məsələn, çox sevirəm. Görürəm, mən bunu niyə bu qədər çox sevirəm? Və yaxud da ki, heç bunu eləmərəm. Görürsən, mən bunu niyə heç eləmərəm? Yəni, bu mesajlar biz ümumiyyətlə həyatımızda nail olduğumuz və yaxud da ki, əsasən itirdiyimiz hər şeyin kökünə baxanda görürsən ki, biz uşaqlığımıza gedirik, biz keçmişimizə gedirik. Və orada baxırıq ki, əslində o keçmişdə qoyduğumuz sual, keçmişdə olunan sınaqlar bizim gələcəyimizin heç demə ilk başlanğıcıdır və yaxud da ki, müjdəsidir və yaxud da ki, fikridir. Baxın, mən gəlmişəm, bu yaşa çatmışam, bu zamana çatmışam və o cümlə mənim qulağımda o qədər yüksək səslənir ki, ona görə deyir ki, ağzınızdan çıxanı qulağınız duysun ki, nə deyirsiniz? Və bəzən də doğrudan da o dediklərimiz bizim həyatımızın missiyasına çevrilə bilir, yolculuğuna çevrilə bilir, bizə böyük dərs verə bilir, bizdən böyük, nə bilim, böyük bir imtahana çəkə bilir və s. Ona görə qayıtsam deyərdim ki, gördün Vəfa, nə dedin, amma kimə çevrildin? Ona görə bax belə, yəni. Çox gözəl. Vəfa xanım, proqramımızın sonuna yaxınlaşırıq. Təbii ki, gerçəkdən sizin söhbətinizə doyum olmaz. Ancaq sonuna yaxınlaşdıq verilişimizin. Siz də artırmaq istədiyiniz sözünüz, söhbətiniz varsa buyurun. Mən çox təşəkkür edirəm dəvətiniz üçün və bu kimi dəvətləri, belə dəyərli dəvətləri qəbul edəndə də mən buna da yolculuq kimi baxıram. Buna da dağın növbəti mərhələsi kimi baxıram. Yəni dağdan dağa çıxdıq, zirvəyə çıxdıq, onun enişi və enişində bax bu kimi verilişlərdə belə dəyərli, belə gözəl, belə düşündürən sualların olması məni yenidən
o təcrübəyə qaytarır, nə öyrəndim və çox gözəldir ki, biz efir vasitəsilə mən öz fikrimi və öz təcrübələrimi bölüşürəm və insanlar bunu dinləyirlər. Bəlkə kiminsə qəlbinə buradan bir söz, buradan bir hərf, buradan bir fikir, buradan bir duyğu və yaxud da ki, nə bilim, burada efirdə keçirdiyim hisslər, göz yaşları və s. qəlbinə toxunar və yaxud da ki, həyatını işıqlandırar və yaxud da ki, arzularına, belə deyim, işıq saçar və yaxud da ki, yatmış ürəyində arzularına, fikirlərinə, düşüncələrinə, indiyə qədər dəfələrlə düşünüb, amma orada ürəyində hər hansı bir dərin yerdə saxladığı, heç cürət eləmədiyi, heç cəsarət eləmədiyi məqamlara işıq salmış olaraq, bu məni çox sevindirər, bu məni çox, belə deyim də, xoşbəxt edər və düşünürəm ki, yenə deyirəm, bu da dağın bir hissəsidir, bu da dağın bir yolculuğudur, bu da dağın gətirdiyi bir töhfədir ki, belə bir şansdır ki, mən də insanlarla, bax, belə sizinlə efir vasitəsilə görüşə çıxa bilirəm. Hətta buradan mən dünyanın digər tərəfinə, qonşu, belə deyim də, ölkələrə də öz səsimi çatdıra bilirəm və onlarla ünsiyyət qura bilirəm. Bu mənim üçün çox böyük bir xoşbəxtlikdir. Bir insan kimi, bir qadın kimi və mən çox qadınlardan artıq geri dönümlər alıram, yazırlar, danışırlar, görüşürük ki, Vəfa xanım, yəni bir xanım olaraq sizin sevincinizə şərikik, bir xanım olaraq ilhamlanırıq. Bu nə qədər gözəl bir duyğudur. İnsanlarla paylaşmaq, bölüşmək və bütövləşmək. Mən təşəkkür edirəm, minnətdaram və əgər düşünürəm ki, söhbətimiz də maraqlı oldu və ümid edirəm ki, insanların qəlbinə, ruhuna, düşüncəsinə işıq saldı. Əsl mən sizə təşəkkür edirəm Vəfa xanım. Sayənizdə cəsarət, umud və duyğu dolu bir anlar yaşadıq. Çox səmimi bir söhbət oldu. Minnətdarlığımı bildirirəm sizə. Sağ olun. Çox sağ olun. Dəyərli izləyicilər, bəzən bir qadının atdığı bir addım bir toplumun yönünü dəyişdirə bilir. O qadın danışmadan da çox şeyi deyə bilir. Bu gün biz yalnız dağlarda yox, bir iradənin səssiz gücünə şahid olduq və anladıq ki, bəzi yüksəkliklər təkcə fiziki deyil, bəziləri insanın içində baş verir. Çox sağ olun bizi son dəqiqəyə qədər izlədiyiniz üçün, yol bir olduğunuz üçün minnətdarlığımı bildirirəm. Gələn görüşə qədər əsən qalınız.